Bütün İslam dünyasının, Azərbaycanımızın xətadan, bəladan, şərdən uzaq olmasından ötürü salavat zikr edin inşallah. Allahümme salli ala Muhammed. Onların qövmündə olan pis işlərdən onlar insanları çəkindirmirdilər. Deməli, lənətə səbəb olan sifətlərdən biri də Qur'ana əsasən nəinki sən pis əməl eləyəsən, nəinki sən pis əməl sahibi olasan, yox. Birinci sifətdə Allah dedi, onlar üsyan elədilər, özləri lənətləndilər. Həddi aşdılar, lənətləndilər. Üçüncüsündə deyir ki, o insanlar ki, pisliyi görüb, amma insanları çəkindirmədilər. Onları da lənətlədilər Peyğəmbərlər. Onlar gördülər ki, günah baş verir, zülüm baş verir, cinayət baş verir, amma insanları çəkindirmədilər. Şəriətimizin dili ilə düsü, nəhi anil münkər eləmədilər. İnsanları münkərdən, pislikdən çəkindirmədilər. Dedilər, mənə nə var? Dedilər, sənə nə var? Mənə nə var sözü, sənə nə var sözü. Bu ikisi də, bu sözlərin ikisinə də Allah lənət eləsin. Amma sənə nə var sözü, mənə nə vardan da müsibətdir, pisdir. Niyə görə? Çünki mənə nə varda özün qoşulmursan, qoşulma, git qal bükükdə. Sənə nə varda özün qoşulmursan, başqasını da çəkindirirsən. Başqasını da düz yoldan çəkindirirsən. Başqasını da haqdan çəkindirirsən. Özün ləbbək demirsən haqqa. Özün Allaha ləbbək demirsən. Özün Həzrəti Rəsulullah'a ləbbək demirsən. İmam Zamana ləbbək demirsən. Hələ başqasını da çəkindirirsən. Sənə nə var da deyirsən. Bunlar eyni sözdür. Bəzlə elə bilir, mənə nə var, sənə nə var. Eynidir. Sənə nə var daha ağır cinayətdir Allah yanında. Mənə nə var da. Özün qoşulmursan, qoşulma. Başqasını niyə yayındırırsan? Başqasını niyə çəkindirirsən? Amma sən əksində həvəs verməliydin, şövqləndirməliydin, gücləndirməliydin, qüvvə verməliydin, kömək eləməliydin. Xüsusilə də cavanlara. Amma sən onları haqq yoldan biraz da uzaqlaşdırdın. Sən onları sakitləşdirdin. Sən onları yatızdırdın. Sən onları bu düz yoldan, bu haqq yoldan çəkindirdin. Amma əslində özün deməliydin. Özün deməliydin. İmam Əli əleyhissalamın dünənləri dedim sizə, o İbn Hüneyfə məktubunda bir yer var, bir hissə var. Ora gəlib çatanda deyir ki, mənə desinlər ki, əmirul müminin və mən bununla kifayətlənir, insanların qəminə, kədərinə səbəb iştirak eləməyin, onların dərdinə şərik olmayın. Sözə bax, sözə bax. Mənə əmirul müminin deyirlər, mən elə onunla kifayətlənir, daha insanların dərdinə şərik olmayın, qəminə yanmayın, onların pis günündə onlara çatmayın. Necə ola bilir ki, bu qədər Hüseynçinin gözünün qabağında günah baş verir, Hüseynçi dayanıb susur. Necə ola bilir bu? Necə ola bilir ki, sənin kəndində, elində, obanda açıq-aşqar üsyan olunur? Daha mən günahın adını çəkmirəm, siz hamınız bunu yaxşı bilirsiniz, günah nədir? Günah istər şərabından tutmuş, onun narkotikasından tutmuş, onun oğruluğundan tutmuş, onun başatçılığından tutmuş, onun... Yaxşı, necə ola bilir ki, sən bir dəfə durub demirsən ki, olmaz, haramdır, bir böyük kimi, bir ağsaqqal kimi, bir hörmətli insan kimi, bir dəfə durub etiraz eləmirsən, bir dəfə durub, necə bu ola bilir? Necə ola bilir?